Salam əziz şagirdlər. Bu videoda çox həlllər haqqında maraqlı bir sualın əlinə baxacağıq. Sualın əlinə keçməmişdən əvvəl qeyd etmək istəyərdim ki, Respublika Fənn Olimpiadalarına hazırlaşmaq istəyən şagirdlər 050 637 8065 nömrəsi ilə əlaqə saxlaya bilərlər. İndi isə gəlin sualın şərtinə keçək. ABC aşağıdakı tənliyin bir-birindən fərqli kökləri olsun. Aşağıdakı ifadənin qiymətini tapın deyibdir. Gəlin ilk öncə belə bir qaydaya baxaq. Biz bilirik ki, əgər hər hansısa bir px polinomunun çoxhəllisinin kökləri ABC olarsa, onda mən px-i x sıxılsın a vurulsun, x sıxılsın b vurulsun, x sıxılsın c şəklində yaza bilərəm. Mənim sualımda da mən px-i, yəni x kubu iki müxtəlif formada hesablaya bilərəm. Px-in dəyərini bir x kub üstə gəlsin x kvadrat çıxılsın 2026x çıxılsın 2000 kimi hesablaya bilərəm. Digər tərəfdən də köklərdən istifadə edib x çıxılsın a vurulsun, x çıxılsın b vurulsun, x çıxılsın c şəklində hesablaya bilərəm. Yəni x-in əvəzinə hansı qiyməti qoyuramsa qoyum, bu bərabərliyin sağı və solu bir-birinə bərabər olmalıdır. Yəni hər iki düstur mənə eyni cavabı verəcək onsuz da. İndi bizim sualda bizdən nə istənilir? A kvadrat çıxılsın 2026 vurulsun, b kvadrat çıxılsın 2026 vurulsun, c kvadrat çıxılsın 2026-nın dəyəri. 2 kvadratın fərqindən istifadə edib bunları hasil yazsaq, onda bizim ifadəmiz olacaq. A çıxılsın kök altda 2026 vurulsun, a üstə gəlinsin kök altda 2026. Düzdürmü? Sonra b çıxılsın kök altda 2026 vurulsun, b üstə gəlinsin kök altda 2026. C çıxılsın kök altda 2026 vurulsun, C üstə gəlinsin kök altda 2026. Bu ifadələri də A çıxılsın kök altda 2026 vurulsun, B çıxılsın kök altda 2026 vurulsun, C çıxılsın kök altda 2026. A üstə gəlinsin kök altda 2026. B üstə gəlinsin kök altda 2026 və C üstə gəlinsin kök altda 2026 kimi yazsam. Bizim bu üç ifadəmizin hasili əslində bizim polinomdakı p kök altda 2026-nın əksinə bərabərdir. Əslində bu ifadənin dəyəri mənfi p kök altda 2026-dır. Həqiqətən burada bu bərabərlikdir. X-in əvəzinə kök altda 2026 qoysaq, görəcəksiniz ki, bizim bu ilk 3 ifadənin hasilinin əksi alınır. Bu deməkdir ki, bu 3 ifadənin hasili mənfi p kök altda 2026 olmalıdır. Digər tərəfdən bu ifadələrin hasili də mənfi p mənfi kök altda 2026-ya bərabərdir. Həqiqətən x-in əvəzinə mənfi kök altda 2026 qoysaq, burada mənfini çıxartdıqda A üstə gəlinsin kök altda 2026 alınır. Eyni ilə ikinci mötərizədə də x-in əvəzinə mənfi kök altda 2026 qoysaq, ondan b çıxsaq, mənfini çıxardanda b üstə gəlinsin kök altda 2026 alınır. Yəni orada mənfiləri də bir-birinə vursaq, yerdə bir dənə mənfi qalacaq, o da mənfi p mənfi kök altda 2026 deməkdir. Qısacası əgər biz bu ifadənin dəyərini hesablamaq istəyiriksə,
P kök altı 2026 vurulsun. P mənfi kök altı 2026 dəyərini hesablamalıyıq. Dediyim kimi, biz əgər Px-in qiymətini hesablamaq istəyiriksə, əlimizdə 2 dənə düstur var. Biri budur, biri də budur. Biz ikinci düsturdan istifadə edib bura gəldik. Bunun da cavabını tapmaq üçün birinci düsturdan istifadə edəcəyik. Gətirib burada x-in əvəzinə kök altda 2026 qoyub hesablasaq, gəlin hesablayaq. Deməli, birinci ifadə olacaq 2026 vurulsun kök altda 2026 üstə gəlinsin 2026 çıxılsın 2026 vurulsun kök altda 2026 çıxılsın 2000 vurulsun 2026 kök altda 2026 sadəcə bunun əksi olacaq. Çünki mənfi kök altda 2026-nı hesablayıram. Bu mənfi olacaq. Üstə gəlinsin 2026 artıq çıxılsın mənfi 2026 x-in əvəzinə yazacağım. Üstə gəlinsin 2026 kök altda 2026 çıxılsın 2000. Bu iki ifadənin ikisinin də dəyəri 26-ya bərabərdir. Yəni cavabımız olacaq 26-nın kvadratı. Bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.